16 ilə davam eləyək. Məna tayları eyni itkisəsi deyil. Dedik ki, E variantıdır. Ləpə biri var qoz fındıq ləpəsi mənasında, biri var dənizin ləpəsi mənasında. Niyə A variantı deyil? En nəyəsə uzunu mənasında isimdir. Bir də var hardansa yüksəklikdən enmək mənasında feildir. Qala, qız qalası deyirsə o mənada isimdir. Bir də var ocaq qala feildir. Boya, rəng, kraska mənasında isimdir. Bir də var divarı boya bu mənada feildir. Tala, məsələn deyirik Qazan xanın evi talandı, feildir. Bir də var meşədə tala, ağacların olmadığı yer mənasında. Ona görə də məna tayları eyni itkisəsi olan edir. Yəni en isim feil olur, qala feil isim olur, boya feil isim olur, tala feil isim olur, amma ləpə hər iki mənada isim olur. 17-yə baxaq. Hansı sözdə vurğunun yerini digər hecəyə keçirsək, amonim söz əmələ gələr. 17-də hansı olar ilə A variantı? Niyə 17-də A olur? Çünki qoyun sözündə vurğunu uya keçirəndə biri var dedik, bayaq qeyd elədik, qucaq mənasında, yəni digər videomuzda qeyd elədik. Biri var qoyun qucaq mənasında, bir də var qoyun heyvan mənasında amonim ola bilir. 18-də hansı amonimlər eyni itkisəsinə aiddir? 18-də. Yəni çaşmaq, çaş necə feil, burada müxtəlif itkisəsinə aiddir. Bir də çaş adam sifət, bir də çaşmaq feil, biri götürmürük. Nəticə nəvə nəticə mənasında isim, bir də hər hansı bir işin nəticəsi, sonluğu mənada isim olur, eyni itkisəsdir. Yaz fəsil mənasında isimdir, bir də var nəyəsə yaz bu mənada feil düzü götürə bilmərik. Bar, içki içilən yer, bir də bar, meyvənin bar verməsi, eyni itkisəsi götürürük. Ağrımaq, biri var ağrımaq mənasında feil, bir də var ağrı, ağrı. O mənada isim 5-də götürə bilmirik. Hava da musiqi havası, bir də var karbon, oksigen və s. bu mənada eyni itkisəsi. Ona görə cavabımız 18-də C variantı. 19-da biri amonim deyil. Zər amonimdir, nərtdə daş mənasında, bir də zər qızıl mənasında. Çaxmaq amonimdir. Biri var məsələ çaxmaq, yəni silahda olan hissə mənasında, silahda və s. əlimizlə tutduğumuz yer mənasında çaxmaq, o mənada götürə bilərik. Yəni bunlar amonimlər lüğətinə aiddir. Dedik ki, çaxmaq deyəndə silahda məsələn əlimizi tuturuq atəş açmaq üçün yer o mənada. Yəni çaxmaq sözünü o mənada götürə bilərik. Çaxmaq bir də alışqan mənasında. Yəni bu mənalar var. Dağ bilirik yüksəklik mənasında, bir də var ki, dağ, qəm, dərd, kədər mənalarını ifadə edir. Qoşma sözü nitq hissəsi olaraq qoşma, bir də var qoşma gəraylı ədəbiyyatda, amma almadan sözü amonim deyil, ona görə də 19 D variantı. 20. Sürüdən ayrılıb 50 qoyun, dedi ki, bunları yol üstə qoyun. Baxın, qoyun da vurğu axıra düşür, 50 qoyun heyvanda. Amma yol üstə qoyun deyəndə əmrdir. Vurğusu dəyişməklə mənası dəyişən söz olduğuna görə biz buna amoqraf deyirik, o da A variantı. 21-ə baxağın. Kəndli bağlama gətirdi və qapını bağlama. Vurğusu dəyişməklə mənası dəyişir. İnkar olanda uşaqlar məsələn deyirik qapını bağlama. Burada vurğu la'dakı aya düşür. Amma kəndli bağlama gətirdi deyə vurğu axıra düşür. Burada nə deyir? Altından xətt çəkilmiş sözlər niyə amonim hesab etmək olmaz? Çünki vurğusu dəyişməklə mənası dəyişir. O da hansı variantda verilir? Vurğuları fərqli olduğuna görə D variantı. 21-də cavabımız D. Sonra baxın, şaxta, vurmaq, xülasə sözlərin leksik mənası nə zaman dəyişə bilər? Təbii ki, vurğusu dəyişməklə. Vurğu yerini dəyişəndə məna da dəyişir. Ona görə də B variantı. Nöqtələrin yerinə bu nöqtələrin yerinə hansı samitlər uyğun gəlir? 23-də. Sizcə hansılar uyğun gəlir? Göy atlaz, z olur burada. Atlazdan hər bahar. Baxın, z ilə yazılan atlaz sözündə z ilə yazılanda parçadır, s ilə yazılanda xərtədir. Burada da deyir ki, paltar geyir ağaçlar. Paltar parçadan əmələ gəlir. Deməli, burada z olmalıdır. Göndərilən sənədlər yoxlanıldı. Burada d-dır. Sənəd peşədir. Peşəni yoxlamaq olmur. Sənəd olmalıdır. Ona görə də D variantı. Altından xətt çəkilmiş hansı sözləri amonim hesab etmək olar? Mətin bu paronimdir. Yıxılan uşağın dizi qanadı, zərbədən quşun qanadı qırıldı. Biz bunları amonim götürə bilmərik.
Amma 24-də biz C-ni amonim götürə bilərik. Quru sözü amonimdir. Biri var yaş olmayan mənasında. Biri var deyir qurunun oduna yaş da yandı. Bir də var quru torpaq mənasında da olur. Torpaq, suda və quruda yaşayanlar var. Yəni torpaqda yaşayanlar o mənada. Ona görə də biz 24-də C-ni götürürük. Firuzə demişdik ki, həm xüsusi isim kimi işlənən sözləri, həm ümumi, həm xüsusi kimi işlənən sözləri amonim götürə bilmərik. E variantına baxaq. Sərin yaz mehi adamı bihuş edirdi. Onların ayaqlarının altından gülçəkləri sərin. Bu da vurğu təşmənlə mənası dəyişən sözdür. Amoqrafdır. Niyə? Çünki sərin yaz mehi deyəndə vurğu iyə düşür. Amma sərin deyəndə, gül ləçəkləri sərin deyəndə burada əmir şəklində olur, vurğu əyə düşür. Sonra 25-ə baxaq. Hansı sözü amonim hesab etmək olmaz? Deməli 24-də cavabımız C. 25-ə baxırıq. Hansı sözü amonim hesab etmək olmaz? Elə sərin söz. Bayaq necə götürmədik? C variantı. Əsər sözü amonimdir. İz nişanır, ondan bir əsər qalmamışdır. Bir də bu əsər maraqlıdır. Amma bu mənada amonimdir. Amma desə külək əsər, yarpaqlar tökür, artıq biz burada onu amoform götürürük. Niyə? Çünki başlanğıc forma fərqli olur. Yağ, yeyilən yağ mənasında, bir də yağmaq feil mənasında. Bunu da biz amonim götürürük. Üz. Biri var suda üzmək mənasında, biri var insanın üzü mənasında, biri var üzdü, qopardı, o mənada amonim olur. Qoyun sözü, amma üz həm də çox mənalıdır. Məsələn deyir, yorğanın üzü, nə bilim, qatığın üzü, bu mənada çox mənalı da olur üz sözü. Qoyun sözü də həm amoform ola bilər, həm amonim. Yenə də qoyun qucaq mənasında, heyvan mənasında. Bunu dəfələrlə əvvəlki testlərimizdə qeyd etdik. Amonimdir. Bir deyirik ki, məsələn, stolu yerinə qoyun. Götürdüklərinizi yerinə qoyun. Artıq bu mənada başlanğıc forma fərqli olduğuna görə biz buna amoform da deyə bilərik. Bu qədər. Yəni, nəyə başa düşməsəniz, yenə də soruşa bilərsiniz. Bir də mütləq burada, əvvəlki videoda niyə hamısını yerləşdirə bilmədik? Baxın, bu sözləri mütləq yadınızda saxlayın. Yəni deyirəm, alın sözü, mina sözü, şaxta sözü, elektrik və döyün. Bu sözlərin vurğusu dəyişir, məna dəyişir, amma nitq hissəsi eyni olaraq qalır. Şaxta, biri var şaxta soyuq mənasında, biri var şaxta. Yəni, nə qədər dərinlikdə, belə deyək də, yerin altındakı işlə məşğul olurlar, şaxta, baxın o mənada. Amma yenə də leksik mənalar fərqlidir, amma yenə də nitq hissəsi olaraq eynidir. Döyün sözü də, bunlar ümumiyyətlə amonim deyil. Döyün sözü deyir, məsələn, pisləri döyün, nə bilim, pisləri döyün deyəndə əmr formasında, elə bir cümlə deyək ki, normal cümlə, ona görə. Burada əmr formasında da vurğu öyə düşür, amma bir də deyirik, ürək döyündü. Artıq burada qayıdış növdədir, vurğu üyə düşür. Və yaxud da onu döyün. Döyün deyəndə, baxın, burada yenə deyirəm, əmr şəklində olanda vurğu öyə düşür, əvvələ düşür, feildir. Bir də deyirik, ürək döyündü, qayıdış növdür, artıq üyə düşür. Deməli, bu mənalarda yenə də məna fərqlənsə də nitq hissəsi olaraq, feil olaraq qalır. Elektrik, elektrik naqilləri, elektrik, vurğunun yeri fərqlidir, elektrik çağır. Yəni, o işlə məşğul olan adam mənasında. Hər iki mənada da isimdir. Şaxta sözü də, mina sözü də nitqsel olaraq isimdir. Mina, şaxta, elektrik. Vurğuları dəyişsə də, mənası dəyişsə də, yenə də isimdir. Alınla döyün sözü də, vurğu dəyişsə də, məna dəyişsə də, yenə də feildir. Burada da qeyd etdik ki, bunlar uzanma ilə vurğusu eyni hecaya düşən sözlərimizdir ki, bunları da yadınızda saxlayın. Daim, daima, sair bu kimi sözlərdə də yə əlavə. Yadınızda qalsın, anla i saiti yanaşı gələndə bilirik ki, orada y samiti artılır və eyni zamanda da baxın, a uzun tələffüz olunur. Bu qədər.